100 illər boyunca sadəcə 4 dad olduğunu düşündük. Şirin, turş, acı və duzlu. Amma dilimizdə gizli bir 5-ci reseptor daha var. Bu reseptor yalnız zülalın əsas hissəsi olan glutamat adlı amin turşuna həssasdır. Bu dad umami, Yapon dilində dadlı mənasına gəlir. Ətin, göbələyin və pendirin doyucu dərin dadı məhz umamidir. 1908-ci ildə Yapon kimyaçısı bu təbii dadı kristal halına salmağı bacardı. Monosodium glutamat, yəni MSG kimi tanınan bu maddə təbiətdəki glutamatın natriumla birləşərək sabitləşdirilmiş ağ toz formasıdır. Bir çips və ya hazır şorba yedikdə içindəki MSG dilimizdəki umam reseptoruna bağlanır və bu bağlanma beyinə elə güclü siqnal göndərir ki, sanki 1 kiloqram ət yemişik. Beyin bunu yüksək keyfiyyətli protein qəbul etmək kimi qavrayır. Halbuki yediyimiz sadəcə nişasta və yağdır. Dil beyni aldadır. Bu siqnal beynin iştah mərkəzi olan hipotalamusa təsir edir. Beyin çox qiymətli bir qida tapdım deyə düşünərək dopamin ifraz edir və daha çox yeyə əmri verir. Ona görə çips paketini bitirmədən dayana bilmirik. MSG doyma siqnallarını zəiflədir, azlıq siqnallarını isə gücləndirir. Lakin MSG-nin təsiri sadəcə dil ilə məhdudlaşmır. Qana keçən glutamat beyinə daxil ola bilsə, ekstotoksin kimi davranır. Neyronları həddindən artıq həyəcanlandırır və davranış nəticəsində onların zədələnməsi və hətta ölməsi mümkündür. Bu bəzi insanlarda baş ağrısı və keyləşmə kimi simptomlara səbəb olan biokimyəvi fırtına yaradır. Mədə-altı vəzdə də bu oyama qoşulur. Çünki mədə-altı vəzdə glutamat reseptorları var. MSG mədə-altı vəzdə siqnal göndərərək qanda şəkər olmasa belə insülin ifrazını artırır. Bu isə qan şəkərini süni şəkildə aşağı salır və adam yenidən aç hiss edir. Bu proses piylənməyə aparan gizli mexanizmdir. Glutamat ən çox istifadə olunduğu yerlərdən biri də gözün retina qatıdır. Amma hər şeyin artığı kimi glutamatın da artığı zərərlidir. Yüksək doza MSG retina hüceyrələrinin həddindən artıq stimullaşmasına və incəlməsinə səbəb ola bilər. Bu dad uğrunda verilən görünməz bir qarşılıqdır. İstifadəçilər Çin duzundan qoxmağa başlayanda sənaye bu maddəni müxtəlif adlar altında gizlətməyə başladı. Maya ekstraktı, hidrolizə edilmiş protein, Y621, təbii aroma verici və s. Adı dəyişdi, amma özü orada qaldı. MSG əslində təbiətdə olan bir amin turşudur, amma kristal halı ilə ən boş dəyərsiz qidaları belə beyinə ziyafət kimi təqdim edir. Beyni qidalandığını düşünməyə vadar edir, bədəni isə boş kalorilərlə doldurur. Bu çox ləzzətli, amma aldadıcı bir yalandır.